Qiymətlərin tənzimlənməsi əsas şərtlərdəndir. Sertifikata imtahan vermişik, götürmüşük ki, biznesi işləyək. Və görürük ki, get-gedə aeroport bağlandığı kimi şəhərin bir neçə mərkəzi bağlanır. İndi sahibkardır kimdirsə öz maşınlarını qoyur ora. Bizim maşınların da qiyməti 30 mindən yuxarıdır. Onlara 2 qat qiymət yazır, bizə isə o qiyməti vermir. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər onlayn taksi platformasından şikayətçidirlər. Onların əsas şikayəti isə yeni və bazar dəyəri demək olar ki, eyni olan avtomobillər arasında fərqin hansı meyarlara görə qoyulmasıdır. Biz indi biznes aldıq ki, gələ biznesdə işləyə qiymətlər normal olsun. Baxırsan ki, qiymətlər o tərəfə qalsın. Qiymətlər də hətta elə normal deyil, amma şəhərin mərkəzinə gedirsən, məsəl üçün alov güllələrin yanına zaten biznesi avtomatik bağlayırlar ki, komfortda işləməlisən. 2 kilometr radiusdan bizə müştəri verilir. Gərək 2 kilometr oradan ayrılaşasan ki, şəhərin mərkəzində sənə iş verək. Alov güllələrin yanından hava limanına biz məsəl üçün 20 manata gediriksə də, alov güllələrin yanında duran bəzi maşınlar var ki, hansı ki, parkların maşınıdır ki, onlar 50 manatdan gedir. Eyni bazar dəyəri olan avtomobillər arasında əraziyə görə qiymət fərqi tək sürücüləri yox, sərnişinləri də narahat edir. Əvvəl məsələn rahat gedirdi, indi görürsən ki, biraz kənara çəkilib gedirlər. Mən özüm də istifadə eləmişəm, biraz çətinlik olub. 15-20 manat olsa mən daha yaxşı olar. Mütəxəssislər isə hesab edir ki, bu məsələ ilə bağlı problemin həlli üçün ilk növbədə qiymətlərin tənzimlənməsi əsas şərtlərdəndir. Kilometraja görə qiymət fərqi özünü göstərməlidir. Deyək ki, 5 kilometr qiymət neçə hesablanır, 10 kilometr olduqda biraz ucuz olur, 20 olduqda daha aşağı düşür və məsafə uzandıqca kilometrajın qiyməti aşağı düşür. Bu, müəyyən ölkələrdə tənzimlənib. Bizdə isə bu sahədə qiymət sərbəstdir. Ona görə bax, bu cür problemlər ortaya çıxır. Sürücülər də haqlı olaraq irad bildirirlər. Məsələ ilə bağlı onlayn sərnişin daşıma platforması ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şirkətin alov güllələri ilə müqaviləsi var. Buna görə də Amerika istehsalı olan elektrikli avtomobillər o istiqamətdə olan gedişləri daha yüksək qiymət həyata keçirir.